Salam müəllimlər, hər vaxtınız xeyirli olsun. Deməli, bu günlərim 6-cı sinifin 24-cü mövzusu olan tikiş maşınları haqqında sizə məlumat verəcəm və qısa, konkret, əsas testə düşən tərəflərini sizə deyəcəm. Gəlin baxaq görək tikiş maşınları ümumiyyətcə nədir və neçə cürdür. Tikiş maşınları neçə cürdür deyəndə iki cür tikiş maşınlarımız var. Sənaye və məişət tipli tikiş maşınları. Eyni zamanda məişət tipli tikiş maşınlarının özü də 3 hissəyə bölünür. Əl, ayaq və bir də elektrik ötürücülü tikiş maşınlarımız var. Baxın, burada da şəkildə veriblər. Deməli, birinci A variantında olan əl ilə işləyən tikiş maşınıdır. Əvvəllər daha çox istifadə olunurdu bu maşından. İkinci B variantında olan ayaq ilə işləyən tikiş maşınıdır və burada bunun üzərində, mən sizə dedikcə bunun üzərlərində qeydlərinizi aparın. Yəni, bu ayaq ilə işləyən tikiş maşınında, yəni B variantında göstərir burada. Onun üstünə yazın məkik qurğusu. Yəni, burada ən çox məkik qurğusundan istifadə olunur. Və C variantında olan isə elektriklə işləyən tikiş maşınıdır ki, hal-hazırki dövrümüzdə, müasir dövrümüzdə daha çox elektriklə üstünlük verilir. Tikiş maşınlara daha çox üstünlük verilir. Deməli, məişət tikiş maşınlarının quruluşuna, texniki imkanına və bir də xarici görünüşünə görə müxtəlif olurlar. Məişət tikiş maşınları parçanı nə üçün bizə lazımdır? Məişət tikiş maşınları parçanın kənarlarını kəsib düzəltmək üçün, ilmələri ilməkləmək üçün, ilmələrin, yəni detalları ilməkləmək üçün, dekorativ işlər üçün və bir də naxış vurma üçün əlbəttə ki, əl verilməzdir də bu tikiş maşınları. Və tikiş maşınının ötürücülərinin növləri var ki, yəni bütün müasir tikiş maşınları deməli elektrik ötürücülü ilə təchiz edilmişdir. Ötürücü maşının işlək hissəsinin hərəkətə gətirən qurğudur. Ötürücü nə oldu? Maşının işlək hissəsinin hərəkətə gətirən qurğu oldu. Elektrik ötürücüsü iki əsas hissədən ibarətdir. Elektrik mühərrikindən və bir də pedaldan. Elektrik mühərriki tikiş maşının bərkidilir. Pedal döşəmədə rahat yerə qurulur. Pedal bilirsiniz də, ayaqla pedalı sıxırıq, elektrik ötürücüsü işə salınır. Ayaqla pedalı sıxanda elektrik ötürücüləri işə salınır. Maşın tikişlərinin salınma sürəti əlbəttə nədən asılıdır? Pedalın sıxılmasından asılıdır. Mən nə qədər o pedalı ayağımla bassam, tikişin sürəti bir o qədər artacaq. Yox, pedalı nə qədər yumşaq bassam, əlbəttə ki, tikiş bir o qədər də asta gedəcək. Yəni, az-az gedəcək. Dedik ki, maşın tikişlərinin salınması sürəti nədən asılı oldu? Pedalın sıxılmasından asılı oldu. Deməli, davam edirik müəllimlər. Burada isə şəkildə, baxın, şəkildə verib tikiş maşınının ötürücüləri. Əl ilə işləyən tikiş maşınının ötürücüləri, əlimizlə istifadə edirik ötürücünü. Ayaq ilə işləyən B variantında göstərib, bunların şəkillərini yadımızda saxlamalıyıq. Bax, əlimizlə fırladırıqsa, əl ilə işləyən tikiş maşınının ötürücüsüdür bu. Pedal varsa, ayağımızı sıxırıqsa, deməli bu nədir? Ayaq ilə işləyən tikiş maşınının ötürücüsüdür. Elektriklə işləyən tikiş maşınının ötürücüsü isə, baxın, birinci rəqəmlər qoyublar buradakı elektrik mühərriki göstərir. Bir rəqəm nəyi göstərir burada? Elektrik mühərrikini. İkinci isə pedalı göstərir. Deməli, biz hər hansı bir işi görərkən, eləcə də eyni zamanda tikişlərimizi apararkən oturuş qaydalarımız var bizim. Yəni, biz bu qaydaları istifadə etməsək, bizdə müəyyən bir forma baş verə bilər. Yəni, çətinliklər baş verə bilər. Düzgün oturuş qaydamızı bilməsək, uyuşmalar baş verə bilər, baş gecəllənmə baş verə bilər. Yəni, biz bunu 5-ci sinifdə keçmişik. Tikiş məmulatlarında daha çox keçmişik biz bunu. Düzgün oturuş qaydalarımız var. Əllər maşının platformasında dirsəklər masa ilə eyni səviyyədə yerləşdirilmək lazımdır. Yəni, bu test suallarıdır. Əllər maşının platformasında dirsəklər masa ilə eyni səviyyədə yerləşdirmək lazımdır. Baxın, burada da eyni zamanda həmən o şəkilləri göstərib sizə.
o şəkillər üzrə yadda saxlamaq lazımdır. Yəni hansı formada tutmaq lazımdır. Tikiş maşınında iş zamanı iş yeri yaxşı işıqlandırılmalıdır. Yaxşı işıqlandırılmalıdır ki, biz tikəcəyimiz məlumatı görə bilək. Masanın üzərində yalnız verilmiş texnoloji əməliyyat üçün lazım olan alətlər və yaxud da avadanlıqlar, tərtibatlar olmalıdır. İş bitirdikdən sonra iş yerini yaxşıca yığışdırmaq lazımdır. Yəni elə səpələ də qoyub getmək olmaz, çünki sabahsı günü gəlib biz işimizi davam elətdirəndə biz orada həm o necə deyirik, gözüm yoruldu. Qarışıqlığı görəndə biz özümüz daxildə ruhan yorula da bilərik. Ona görə də işi bitirdikdən sonra, ümumiyyətlə bütün işləri bitirdikdən sonra biz işimizi nə edirik? Səlqəyə salıb iş yerimizi yığışdırıb çıxmaq lazımdır. Tikiş işlərinin yerinə yetirilməsi üçün iş yeri üzərində nələr lazım olmalıdır? Üzərində tikiş maşını qurulaşdırılmış, lazımı olan alətlər lazımdır, tərtibatlar lazımdır, tikiş məmulatlarının detalları qoyulmuş masa lazımdır əlbəttə ki, bizə iş yerində. Tikiş maşınında işləyərkən düzgün oturuş çox vacibdir, dediyim kimi. Düz oturub, gövdə və başı biraz qabağa əymək olar. Emal edilən əşyadan gözlə olan məsafə nə qədər olmalıdır soruşulanda, həmən tikiş maşınında emal olunan məmulatla gözlə arasında olan məsafə 30-40 sm olmalıdır. 30-40 mm yox, millimetr az götürülür. 30-40 sm məsafəsində olmalıdır. Maşının hərəkətdə olan hissələrinə çox yaxınlaşmaq olmaz. Saçımız, geyimimiz ora əlbəttə ki, ilişə bilər və burada ən çox testlərdə salırlar, təhlükəsizlik qaydaları var. Yəni deyir ki, işdə təhlükələr, yəni iş zamanı təhlükə nələr ola bilər? Barmaqları iynə ilə zədələnməsi baş verə bilər. Elektrik cəryanı ilə zədələnmə baş verə bilər hal-hazırda elə bil işləyərkən. Geyimin hissələrinin bayaq dediyim kimi saçların həmin o hissəyə düşüb zədələnmə ehtimalı ola bilər. Sonra işə başlamazdan əvvəl biz nə etməliyik? Sual da verə bilər. İşlə başlamazdan əvvəl, tikiş maşınları ilə işlə başlamazdan əvvəl biz nə edə bilərik? Maşının sazlığını yoxlamaq lazımdır ilk öncə. Deməli, məmulatın detallarını birləşdirmədən əvvəl hissələrin arasında iynəsinin və yaxud da sancağın olub-olmamasını yoxlamaq lazımdır. İş zamanı nə etmək lazımdır? İş zamanı, yəni görülən iş zamanı biz nə edə bilərik? Maşın işləyərkən yuxarı sapı saplamaq olmaz. Üzr sayın müəllimlər, dərsdən də çıxmışam, biraz səsim yorulub, boğazım çox qızıqlanır danışanda. Yəni iş zamanı iş zamanı təhlükələr yəni nədir? İş zamanı nə etmək olmaz? Maşın işləyərkən yuxarı sapı saplamaq olmaz, işləyə. Makara qapağını quraşdırmaq olmaz. Yəni bunlar qəti qadağandır. Maşının fırlanan hissələrini yanında qayçı və yaxud da ki, alətlər qoymaq olmaz. Maşın işləyərkən qayçını, məmulatı və yaxud da detalların kiməsə ötürmək olmaz, işləyə. Bu iş zamanı nə etmək olmaz? Bunlar qadağandır. İşi bitirdikdən sonra əlbəttə ki, biz nə edə bilərik? Maşını söndürmək lazımdır və eyni zamanda, burada da qeyd edilib, eyni zamanda iş yerini yığışdırmaq və sərqə-səymana fikir vermək lazımdır. Belə əziz müəllimlər və burada o bir mövzunun, deməli, 25-ci mövzunun ardıcıllığını sizə demək istəyirəm. Burada ən çox müəllimlər çətinlik çəkir. Tikiş maşınına aid olduğuna görə elə ikisini də bir izah eləyəcəm. Çalışacağım ki, tez qutarım. Sizi yormayım. Deməli, müəllimlər, 25-ci mövzumuzda tikiş maşınının işə hazırlanması. Yəni biz ilk öncə nələri etməliyik? Bunun ardıcıllığını bizdən istəyir. Ona görə də çox vaxt müəllimlər deyir ki, biz bunu yadımızda saxlaya bilmirik. Ən çox bunun bilirsiniz qaydası nədir? Yadda saxlamaq qaydası. Ya evlərimizdə tikiş maşını varsa, ya onun üzərində biz bunu işləyə etmək lazımdır ki, hə, ilk öncə mən nə etməliyəm, nəyə aparmalıyam? O formada adamın yadında daha çox yaxşı qalır, praktik olaraq. Və yaxud da ki, bunları beynimizdə canlandırmaq lazımdır. Mən işləyərkən tikiş maşınları ilə hansı qaydanı əməl etməliyəm ilk öncə? Gəlin baxaq buna. Deməli, elektrik götürücülü tikiş maşını işə hazırlama ardıcıllığına baxırıq biz. Deməli, cədvəl 1-də verib ki, birincidə, baxın maşının şəklində verib burada. Maşın elektrik şəbəkəsinə qoşmaq lazımdır. İlk öncə maşını, mən oturub maşına başlamaq üçün elektrik şəbəkəsinə çəngəli qoşmaq lazımdır. İkincidə, nazim çarxı özünüzə tərəf
fırladım. Həmin ki o Nazim çarx ki var, mən hərəkətə gətirirəm maşını, onu özümə tərəf fırladıram. Sap dartanı iynə salanın yuxarı kənar vəziyyətdə yerləşdirirəm. Elə bil iynəni qaldırıram yuxarıya, sap dartanı o vəziyyətdə saxlayıb yerləşdirməyə çalışıram da. Pəncənin qaldırırıq. Həmin o maşının alt hissəsində daban da deyilir buna, pəncə də deyilir. Həmin o pəncəni qaldırırıq yuxarıya, onda daban qalxır yuxarıya, yəni iynə qalxır yuxarıya saplamaq üçün. Sap qarsağının sap milinə qoyun. Biz ki o makara ki var, məkik ki var, məkik ki var, bax onu biz sap dolamalıyıq. Alt hissəyə yerləşdirilir o. Sap deməli qarqarasını sap milinə qoyuruq və 5-cidə deyir ki, bağlanan siyirtməni açırıq, həmin orada o makara yerləşir. Məkik və yaxud da makara qapağını çıxarın və makaranın onun içinə ötürün. Biz onun içinə ötürdükdən sonra nə edirik? Maşını baş hərəkətə gətiririk. Hərəkətə gətiririk ki, o qapağı oturtduq yerinə. Əllə makaranın üzərinə bir neçə qat sap sarıyıb və makaranı sap sarıyanın milinə quraşdırırıq. Milinə quraşdırdıqdan sonra iynəni sapla və yaxud da makaranın dirənənə qədər sıxırıq. Deməli, ayaqla pedalı səlis sıxaraq, yəni möhkəmdən yox, səlis yumşaq sıxaraq sapı makaraya sarıyırıq. Yəni bu bilirsiniz nədir? Alt sap ki var idi. Biz tikiş maşınlarında 2 cür saplar vardı. Biri üstdən saplayırıq iynəyə, bir də altdan. Həmin bu alt sapın quruluşudur, ardıcıllığıdır. Makaraya sarıyırıq sapı və sonra şəkildə də göstərilib burada 9-cu şəkildə. Sapı sardığımız makaranın makara qapağına qoyuruq. Makara qapağına qoyandan sonra da sapı makara qapağının kəsiyinə və yaxud da sərbəst 10 sm uc saxlamaqla lövhəyə neyinirik? Lövhənin altına saplayırıq. Həmən burada 10-cuda göstərir. Baxın, makaraya biz sapı sarıyandan sonra onu otuzdururuq öz qapağına və ona uc hissə qoyuruq. 10 sm. 10 sm uc saxlayandan sonra onu həmən o üzərində nazik qatlar ki var, ipi o formada onun üzərindən keçirdirik, altından keçirdirik. 11-cidə deyir ki, makara qapağının məkik qurğusuna yerləşdirilir. Artıq biz onu məkik qurğusuna yerləşdiriləndən sonra yuxarı sapı saplayırıq. Maşının yuxarı sapını saplayırıq. Yuxarı sapın ucunu sol əl ilə tutub, sağ əl ilə nizam çarxın yəni özünüzə tərəf fırladaraq iynə aşağı düşür. İynə aşağı düşəndən sonra da nə edirik? Biz sapı ora keçiririk. Otuzdururuq sapı iynənin içindən. 2 sapı pəncənin altına salırıq. Həmən o 2 sapı da nizam çarxı fırlatdıqdan sonra üst iynə alt sapı dartır çıxardır. Dartıb çıxardandan sonra da 2 sapı pəncənin altından keçiririk üzü o tərəfə ki, artıq tikişimizə hazırdır hər şey. Yəni pəncəni qaldırdıqda baş hərəkətdir. Pəncəni biz qaldırırıq yuxarıya, o boş hərəkətə gedir. Amma pəncə aşağı salınanda işlək hərəkətə çevrilir. Həmən bu söz burada çıxarılıb, mən onu sizə qeyd edirəm ki, yəni bunu qeyd eləyərsiniz. Pəncə qalxanda boş hərəkət baş verir. Pəncə aşağı salınanda işlək hərəkətə keçir. Burada da təhlükəsizlik qaydaları var əziz müəllimlər. Təhlükəsizlik qaydalarında deyir ki, ən çox burada yadda saxlanmalı məqam odur ki, məmulat işçinin gözlərindən 30-40 sm məsafədə olmalıdır. Ən çox bunun altından xətt çəkir və eyni zamanda biz iş görərkən nələri etmək lazımdır? Müəllim, bu məktəbdə əlbəttə ki, tətbiq olunanda, yəni şagirdlərin müəllimin icazəsi olmadan maşın arxasından keçmək olmaz. Çünki özlərini ehtiyatsızlıqdan zədələyə bilərlər. İşdən əvvəl sancaqları və yaxud da iynələri parçadan çıxarmaq lazımdır. Maşının iynəsini sapladıqda ayaqlarınızı pedala qoymaq olmaz. Çünki fırlanma baş verə bilər və iynə işə düşə bilər, əlimizi orada deşə bilər, zədələyə bilər. Maşının hərəkət edən və yaxud da fırlanan hissələrini yaxın əyilmək olmaz. Az öncə dediyim kimi, saçlarımızın və yaxud da geyimimizin ora düşmə ehtimalı çox ola bilər. İş zamanı isə diqqətimizi yayındırmayaq. İş zamanı diqqətimizi ancaq işimizə sərf etməliyik. Belə əziz müəllimlər, bu mövzu da çox asan mövzudur. Çalışmaq lazımdır ki, beynimizdə onu fırlada, canlımıza, beynimizdə onu xəyallarımıza, canlı xəyallarımıza gətirib gözümüzün önünə qoyaraq bu formada biz onu öyrənə bilərik ancaq.